Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugün nisbi atom veya molekul kütlesi, madde miktarı mövzusunun testlerine bakacağız. Test 1. 0,11 kilogram karbon gazında yani CO2 gazında olan oksigen atomlarının sayını hesaplayın. Bize karbon gazının molar kütlesini vermişler. Bir de Avogadro sabitini vermişler. Deməli bize ne verilir ve bizden ne soruşulur? Bize karbon gazı molekulu verilir ve bundaki oksigen atomlarının sayı soruşulur. Karbon gazı molekulu yani CO2 molekulunda 3 tane atom var. Bir tane karbon atomu, 2 tane de oksigen atomu. Onda biz bu molekulların sayını tapsak onu biz vurarıq 2'ye. Çünkü bizim neçə tane oksigen atomumuz var? 2 tane oksigen atomumuz var. Onda oksigen atomlarının sayı NO beraberdir. NCO2 yani karbon gazı molekullarının sayını vurarıq 2'ye. Çünkü her bir karbon gazı molekulunda 2 tane oksigen atomu var. Belə olan halda biz verilenleri bir de kenarda yazaq. Ondan sonra məsələni həll etmeye çalışaq. Bize ne verilib? Bize verilib ki 0,11 kilogram karbon gazı vardır. Yani MCO2'nin kütlesi 0,11 kilogramdır. Esas vadilerle verildiği için vadilerini yazmayacağım. Bir de molar kütleni vermişler bize. MCO2 beraberdir 0,44 yazıram. Bir de Avogadro ədədini vermişler. Na beraberdir 6 vurulsun 10 üstü 23 yazıram. Ve bizden soruşulur ne? NO yani oksigen atomlarının sayı. Gelin bunu burada kenarda izah eləyək. Deməli biz dedik ki oksigen atomlarının sayını tapmaq üçün əvvəlcə karbon gazı molekullarının sayını tapmaq lazımdır. Çünki bizə verilənlər elə karbon gazı molekulları ilə bağlıdır. Onda yazıram. NCO2 bərabərdir. Bilirik ki molekulların ümumi sayı ümumi kütləni yani MCO2'ni bölmeliyik bir tane zerreciğin yani bir molekulun kütlesine. O da M0 bir zerreciğin kütlesi CO2. Bu ne demektir? Bu demektir. Eğer mən karbon gazı molekullarının sayını tapmaq istəyirəmsə, ümumi kütləni bir zerreciğin kütləsinə bölürəm. Hatırlayırsınızsa biz bunu bu düstura əsasən yazırıq. N bərabərdir M bölünsün M0 düsturuna esasen. Şimdi devam edək. Lakin bize M0'ı vermemişler. M0 bəs hardan tapılır? M0'ı molar kütlenin ifadesinden yazarıq. Hatırlayırsınızsa molar kütle M beraberdir. M0 vurulsun Na şeklinde yazılır. Buradan M0 beraberdir. M bölünsün Na yazarıq. Elbette ki bize karbon gazının bir molekulun kütlesi lazımdır. O zaman biz buraya CO2, buraya da CO2 yazacağız. Yani hele oksigen atomlarının sayına geçmemişik. Biz sadece karbon gazı molekulların sayı ile meşguluz. Bu ifade beraberdir. Surət üçün bize verilib 0,44. Surətdə 0,44 yazarıq. Avogadro ədədi üçün də burada 6 vurulsun 10 üstü 23 yazılıb. Bu ifadəni düşünürəm ki olduğu kimi saxlamaq bizə daha sərf eləyər. Bərabərdir. Yani M0'ın yerine ümumi olarak bu ifadəni yazarıq. Gəlin yazaq. 0,44 bölünsün 6 vurulsun 10 üstü 23. Surətdə də bizə kütləni vermişdilər. 0,11'dir. Bu ifade bərabər edər. Bərabərliyi tamamlayaq. Bu ifade beraberdir. 0,11 vurulsun 6 vurulsun 10 üstü 23 bölünsün 0,44. 0,11 ile 1044 ixtisar gedər ve nəticə qalar 0,4. Buradan da 6 ile 0,4 ixtisar gedər. 6'nı 0,4'e böləndə 15 kalır. Bir de yanında buradaki 10 üstü 23'ü de yazarım. Deməli biz neyi tapmış olduk? Biz tapmış olduk karbon gazı molekullarının sayını.
Lakin biz nəyi tapmalıydık? Biz tapmalıydık oksigen atomlarının sayını. Bunun üçün belə bir ifadə yazmışıq. Həmin ifadəni bir də xatırladaq. Buradan da N oksigen bərabərdir 2 vurulsun həmin ifadə. Nə almışdıq biz? 15 vurulsun 10 üstü 23 almışdıq. Bu da edər 30 vurulsun 10 üstü 23. Ya da bunu belə yazaq. 3 vurulsun 10 üstü 24. Gəlin baxaq belə bir cavab varmı? 3 vurulsun 10 üstü 24 cevabı var. Doğru cevap D bəndi. Devam edək. Test 2. M0 bölünsün 12'də 1 M0 karbon ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? M0 atomun kütləsidir. M0S isə karbon atomunun kütləsidir. Hər hansı bir maddənin bir atom kütləsinin M0'ın karbon atomunun 12'də 1'nə olan nisbətinə biz nisbi atom kütləsi demişdik. Doğru cevap D bəndi. Devam edək. 3. Mr vurulsun 12'də 1 M0S ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Mr nisbi molekulyar kütlədir. İfadəni bir də kənarda yazaq. Yazıram Mr vurulsun 1 böl 12 vurulsun M0 karbon. O da bərabərdir. Mr nisbi molekulyar kütlədir. Onun yerinə M0 hər hansı bir molekulun kütləsi bölünsün 12'də 1 M0 karbon yazabilirik. Bir də nəyimiz var? Bir də bu var. Onu da yazaq. Biraz bu tərəfə sürüşdürürəm. Yazıram 1 bölünsün 12 vurulsun M0 karbon. 12'də 1 ilə 12'də 1 ixtisar gedər. M0 karbon ilə M0 karbon ixtisar gedər. Qalar sadəcə M0. Yəni verilmiş maddənin bir molekulunun kütləsi. Bunda doğru cevabımız olar B bəndi. Devam edək. Test 4. N bölünsün V ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? N bölünsün V, yəni vahid həcmdəki molekulların sayına biz konsentrasiya demişdik. Onda doğru cevabımız olar Y bəndi. Devam edək. Növbəti test 5 nömrəli testdir. N vurulsun Na bölünsün V ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Gəlin buradakı ifadəni bir də yazaq. N vurulsun Na bölünsün V bərabərdir. Burada N'ümüz maddə miqdarıdır. Maddə miqdarı N bərabərdir. N bölünsün Na şeklində ifadə olunurdu. Onda N'nün yerinə N bölünsün Na yazsaq, vurulsun Na bölünsün V. N'lar ixtisar gedər. O da bərabərdir. N bölünsün V qalar. Bu da konsentrasiya idi. Bunun da cevabı onda konsentrasiya olar. Doğru cevabı B bəndi. Devam edək. Növbəti test 6 nömrəli testdir. Test 6. M bölünsün N ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? M bölünsün N bərabərdir. Bilirik ki M bərabərdir. N vurulsun böyük M, yəni ümumi kütlə bərabərdir. Maddə miqdarı vurulsun molyar kütlə. Bunu kəsin surətində yazsaq, N vurulsun M bölünsün N. N'lər ixtisar gedər, qalar M. Bu düsturları bilmək lazımdır əlbəttə ki. Onda doğru cavabı qazın molyar kütləsi olar A bəndi. Devam edək. Növbəti test 7 nömrəli testdir. N vurulsun M ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Yuxarıda bunun düsturunu yazdıq. M bərabərdir. N vurulsun böyük M yazmışdıq. Onda bu ümumi kütləni ifadə edirdi. Yəni qazın kütləsi. Doğru cavab B bəndi. Devam edək. Növbəti test 8 nömrəli testdir. Maddə miqdarının vahidi hansıdır deyir. Maddə miqdarının vahidi mol idi. Yəni N'nün vahidi soruşulur. Bu da 1 mol idi və əsas vahidi idi. Onu da unutmayaq. Doğru cavab D bəndi. Növbəti test 9 nömrəli testdir. Molekulların konsentrasiyasının vahidi hansıdır? Konsentrasiyanın düsturunu bir də yazaq. N bərabərdir. Böyük N bölünsün V. Vahidini yazmaq istəsək, bunları alarıq orta möhtərizəyə. Yuxarıda
Say var. Sayın vahidi olmur. O 1 yazar. Aşağıda ise həcm var. Həcmin vahidi ise metr kubudur. Onda doğru cevabımız 1 bölü metr kub olar. Bu da B bəndində verilib. Davam edək. Növbəti testimiz 10 nömrəli testdir. 1 bölünsün mol ifadəsi hansı fiziki sabitin vahididir? Avogadro sabiti 1 mol qazda olan molekulların sayına bərabər idi. Yəni n bölünsün nü yazmışdıq. Və bunun da vahidini yazanda 1 bölünsün mol yazarıq. Çünki n'in vahidi yoxdur. Onu 1 yazıram. N'nin vahidi isə moldur. Onda bu oldu Avogadro sabitinin vahidi. Doğru cevabımız A bəndi olar. Davam edək. Növbəti test 11 nömrəli testdir. Kilogram bölünsün mol ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Kilogram bölünsün molu yazıram. Bu bərabərdir. Kilogram kütlənin vahidi idi. M yazıram. Mol isə nü'nün vahidi idi. M bölünsün nü isə bizə verirdi molyar kütləni. Onda doğru cevabımız olar C bəndi. Davam edək. Test 12. Molyar kütlənin vahidi hansıdır? İndicə dedik. Molyar kütlənin vahidi kilogram bölünsün moldur. Doğru cevap Y bəndi. Test 13. Avogadro sabiti ədədi qiymətcə nəyə bərabərdir? 1 mol miqdarında maddədəki molekulların sayına. Bəli, elə buna bərabərdir. Avogadro sabiti 1 mol maddədəki molekulların sayına bərabərdir. Bu da bütün maddələr üçün eynidir. Davam edək. Növbəti test 14 nömrəli testdir. Maddə miqdarının molekulların sayından asıllıq qrafiki hansıdır? Maddə miqdarı nü hərfi ilə işarə olunurdu. Nü bərabərdir. M bölünsün böyük M yazmışdıq. Buradan da M'in yerinə N vurulsun M0 yazmışdıq. Yəni ümumi kütlə bərabərdir. Bir zərrəciyin kütləsi vurulsun ümumi say. Bölünsün M. Bu iki kəmiyyət verilmiş maddə üçün sabit kəmiyyətlərdir. Onda nümüz N'dən düz asılıdır. Yəni doğru cavabımız olar C bəndi. Davam edək. Test 15. Hansı qrafik maddənin kütləsinin molekulların sayından asıllığına uyğundur? Bu da asandır. M bərabərdir. Bir zərrəciyin kütləsini ümumi zərrəciklərin sayına vurmuşduq. Bir zərrəciyin kütləsi verilmiş maddə üçün dəyişmir. Onda N ilə M, yəni ümumi sayı ilə ümumi kütlə bir-birindən düz mütənasib asıldır. Doğru cavab D bəndi. Davam edək. Test 16. 52 qram asetilen qazı neçə moldur? Yəni molların sayı soruşulur. Nə verilib bizə? Bizə verilib ümumi kütlə M bərabərdir 52 qram. O da bərabərdir 0,52 kiloqram. Əsas vahidlərə çevirək. Bir də molyar kütləsi verilib. MC2H2 bərabərdir 26 qram bölünsün mol. Bunu qram bölünsün mol ilə ifadə etdiklərinə görə mən yuxarıdakı əsas vahidləri keçidi silirəm. Qramla qram ixtisar gedər. Belə olan halda bizdən soruşulur maddə miqdarı, yəni nü neçə moldur deyilir. Nü bərabərdir sual işarə. Nünün ifadəsini bilirik biz. Nü bərabərdir M bölünsün böyük M. Bu da bərabərdir 52 bölünsün 26. O da bərabər edər 2'ye. Demək ki 2 mol imiş. Doğru cavab Y bəndi. Davam edək. Bu hissəni silirəm. Test 17. 14 qram etilen qazı neçə moldur deyir. Bu etilen qazının molyar kütləsidir və kütləmiz də verilib 14 qramdır. Bu da qram ilə verildiyinə görə əsas vahidlərə çevirməyəcəyik. Yazıram M bərabərdir 14 qram. Böyük M bərabərdir 28 qram bölünsün mol. Və bizdən maddə miqdarı nü soruşulur. Nü bərabərdir sual işarə. Yuxarıda da yazdıq. Nü bərabərdir M bölünsün böyük M yazdıq. O da bərabərdir. M'imiz 14'tür. Böyük M isə
28'dir ki bu nisbət də bizə 0,5 molu verər. Onda doğru cavabımız olar C bəndi. Davam edək. Bu hissəni silirəm. Test 18. N bölünsün NA vurulsun N bölünsün V ifadəsi ilə hansı fiziki kemiyyət təyin olunur? Gəlin ifadəni bir də kənarda yazaq. N bölünsün NA vurulsun N bölünsün V ifadəsi bərabər edər. Burada uyğun kemiyyətlərin nisbətini tapmalıyıq. Yəni M'in NA-ya nisbəti bizə M0 verir. Bir zərrəciyin kütləsini vurulsun N bölünsün V bərabər edər. Bir zərrəciyin kütləsini ümumi zərrəciklərin sayına vuranda ümumi kütləni alırıq. Ümumi kütləni də həcmə böləndə biz sıxlığı alırdıq. Onda doğru cavabımız olar sıxlıq, yəni C bəndi. Davam edək. Növbəti test 19 nömrəli testdir. N vurulsun N bölünsün NA ifadəsi ilə hansı fiziki kemiyyət təyin olunur? N vurulsun M bölünsün NA. Burada N konsentrasiyadır. M molyar kütlədir. NA isə Avogadro sabitidir. O da bərabərdir. Kiçik n'in yerinə, yəni konsentrasiyanın yerinə N bölünsün V yazırıq. Vurulsun. Digər ifadələrdə yerində yazırıq. N bölünsün NA. Bu N bölünsün NA'nın yerinə, yəni molyar kütləni 1 moldakı zərrəciklərin sayına böləndə bir zərrəciyin kütləsini tapırdıq. M0 yazıram. M0 isə N'ə vuranda, yəni bir zərrəciyin kütləsini ümumi zərrəciklərin sayına vuranda ümumi kütləni tapırdıq. Ümumi kütləni də həcmə böləndə sıxlığı alırdıq. Doğru cavab sıxlıq. Yəni Y bəndi. Davam edək. Növbəti test 20 nömrəli testdir. M bölünsün M0 ifadəsi ilə hansı fiziki kemiyyət təyin olunur? Yəni bizdən soruşulur molyar kütlənin bir zərrəciyin kütləsinə nisbəti. Əlbəttə ki, 1 mol maddənin kütləsini tapmaq üçün bir zərrəciyin kütləsini 1 mol maddədəki zərrəciklərin sayına vururuq. Bölünsün M0. Bunlar ixtisar gedər. Cavab qalır NA. Yəni doğru cavabımız Avogadro sabiti. Yəni D bəndi. Davam edək. Test 21. M bölünsün N ifadəsi ilə hansı fiziki kemiyyət təyin olunur? Burada biz ümumi kütləni ümumi saya bölürük. Bu isə bir zərrəciyin kütləsini verər. Doğru cavab A bəndi. Bir molekulun kütləsi. Davam edək. Test 22. İdeal qaz molekullarının konsentrasiyası hansı ifadə ilə təyin olunur? Konsentrasiyanın düsturunu yazaq. N bərabərdir. N bölünsün V. Bu da bərabərdir. N'in yerinə M bölünsün M0 yazırıq. Yəni ümumi kütləni bir zərrəciyin kütləsinə bölməklə N'i ala bilərəm. Bir də məxrəcdəki V-ni yazaq. O da bərabər edər. M-i saxlayıram. M0'ın yerinə isə M bölünsün NA yazıram. Bir də V-ni də yazırıq. O da bərabərdir. NA çıxar kəsin surətinə. M vurulsun NA. V vurulsun M isə məxrəcdə qalar. Onda doğru cavabımız olacaqdır Y bəndi. Burada da elə verilib. M vurulsun NA bölünsün V vurulsun M. Yəni bu ifadə ilə üst-üstə düşür. Davam edək. Növbəti test 23 nömrəli testdir. Maddənin molyar kütləsi. Molyar kütlə 1 mol maddənin kütləsi idi. Doğru cavab C bəndi. Test 24. Verilmiş qazın kütləsini 3 dəfə azaltdıqda maddə miqdarı necə dəyişər? Maddənin kütləsi M bərabərdir. Nü vurulsun M şəklində yazmışdıq. Gördüyünüz kimi kütlə ilə maddə miqdarı bir-biri ilə düz mütənasibdir. Onda kütlə azalanda maddə miqdarı da azalır. Yəni 3 dəfə azalar. Doğru cavab B bəndi. Davam edək. Növbəti testimiz 25 nömrəli testdir. Verilmiş qazın kütləsini 3 dəfə artırdıqda maddə miqdarı necə dəyişər? Yuxarıda qazın kütləsinin maddə miqdarından asıllıq düsturunu yazdıq. M bərabərdir. Nü vurulsun böyük M-dəyə. Kütləsi 3 dəfə artdıqda da maddə miqdarı 3 dəfə artar. Doğru cavab C bəndi. Davam edək. Test 26. İstənilən maddənin 1 molunda olan molekullarının sayını hansı fiziki sabit ifadə edir? 1 mol maddədəki molekulların sayına biz Avogadro sabiti demişdik. Doğru cavab A bəndi. Davam edək.
Test 20. Kütlesi 32 gram olan metanda, yani CH4'te ne kadar hidrogen atomu var? Na verilib, bir de molar kütle verilib. Bu da yukarıda izah ettiğimiz testlerden birisine benziyor. Bize CH4 molekulları verilib ve bizden soruşulur hidrogen atomlarının sayı. Elbette ki bu molekulda 4 tane hidrogen atomu vardır ve biz bu halda CH4 molekullarının sayını tapıp onu 4'e vurarıq. Yani eğer mən tapmaq istəyirəmsə hidrogen atomlarının sayını, bu bərabər edər N CH4'ün sayını, yani CH4 molekullarının sayını vurarıq 4'e. İndi ise bize lazımdır bu kemiyyəti tapaq. Verilenleri yazaq. Kütləni vermişler 32 gram. Onda biz yazırıq N bərabərdir 32 gram. Onu da kilograma çevirərik. Çünki digərlərini əsas vahidlər ilə vermişlər. 0,32 kilogram eder. N Avogadro sabiti bərabərdir 6 vurulsun 10 üstü 23 mol üstü mənfi 1'dir. Molar kütle N bərabərdir 0,16 kilogram bölünsün mol şeklinde yazılır. Ve bizden soruşulur hidrogen atomlarının sayı. Yani NH bərabərdir. Sual işarə yazıram. Davam edək. Əvvəlcə biz metan gaz molekullarının sayını tapaq. Gəlin biraz bu tarafa sürüşdürək. Davam edək. Bilirik ki molekulların ümumi sayı ümumi kütlənin bir zərrəcin kütləsinə nisbəti ilə ölçülür. O da bərabərdir. N bölünsün. Bize bir zərrəcin kütlesini vermemişler. Ama onun əvəzinə molar kütle ve Avogadro sabiti vermişler. Biz de bunu N bölünsün Na şeklinde yazarıq. O da beraber eder. M vurulsun Na bölünsün büyük M. O da beraberdir. M'in yerine yazırıq. 0,32 vurulsun Na'nın yerine yazıram. 6 vurulsun 10 üstü 23. Büyük M'in yerine ise yazıram 0,16. Burada gösterilib bize. 0,32 ile 0,16 ixtisar gider. Yukarıda 2 kalır. Bu da beraber eder. 2 vurulsun 6 vurulsun 10 üstü 23'e. O da beraberdir. 12 vurulsun 10 üstü 23'e. Ama bizden hidrogen atomlarının sayı soruşulur. Bu ise neyin sayıydı? CH4 yani metan molekullarının sayıydı. Hidrogen atomlarının sayını tapmaq üçün metan molekullarının sayını 4'e vururduq. Çünki hər metan molekulunda 4 tane hidrogen var idi. Onda yazıram. NH bərabərdir 12 vurulsun 10 üstü 23 vurulsun 4. O da bərabərdir 48 vurulsun 10 üstü 23. O da beraber 4,8 vurulsun 10 üstü 24. Gelin baxaq belə bir cevabımız var mı? Vardır. Doğru cevap Y bəndə eder. Davam edək. Növbəti test 28 nömrəli testdir. 5 litre gazda 4 vurulsun 10 üstü 20 sayda molekul vardır. Gaz molekullarının konsentrasiyasını hesaplayın. Bu ise silək biz. Deməli bize həcm verilib ve bir de sayı verilib ve bizden konsentrasiya soruşulur. Konsentrasiyanın düsturu N beraberdir. N bölünsün V şeklinde ifade olunur. N'in yerine yazıram 4 vurulsun 10 üstü 20. V'nin yerine yazıram 5 litre. Yani 0,5 metre kub. Bu beraberdir. 4000'i 5'e bölsək elgir 800 vurulsun 10 üstü 20. O da beraberdir. 8 vurulsun 10 üstü 22. Doğru cevabımız A bəndə olar. Davam edək. Növbəti test 29 nömrəli testdir. Molekulların konsentrasiyası 4 vurulsun 10 üstü 24 metre üstü mənfi 3 olan 2 litre gazdaki molekulların sayını hesaplayın. Bu düsturdan sayı hesaplayarıq. Yani N beraberdir. N vurulsun V yazıram. N'in yerine 4 vurulsun 10 üstü 24 yazıram. Həcmin yerine de 2 litre. Yani 0,2 metre kub yazıram.
O da beraberdir. 8 vurulsun 10 üstü 21. Yani doğru cevabımız B bəndi olar. Davam edək. Növbəti test 30 nömrəli testdir. Joule vurulsun metr kvadrat bölünsün Newton ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Gəlin ifadəni yazaq. Joule vurulsun metr kvadratı bölünsün Newton. O da bərabərdir. Joule aça bilərik. Joule Newton vurulsun metr yazsaq. Vurulsun metr kvadratı da var ayrıca. Bölünsün Newton. Newtonlar ixtisar gedər. Metr kvadratına vursaq metr kubu alınır. Metr kubu da həcmin vahididir. Doğru cavab A bəndi. Növbəti test 31 nömrəli testdir. Newton bölünsün Joule vurulsun metr kvadrat ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Gəlin kənarda yazaq. Newton bölünsün Joule vurulsun metr kvadratı o da bərabərdir. Newton bölünsün Joule'da Newton vurulsun metr şeklində yazırıq. Vurulsun metr kvadratı. Burada Newtonlar ixtisar gedər. Qalar 1 bölünsün metr kub. Bu isə konsentrasiyanın vahidi idi. Yəqin ki xatırlayırsınız. Doğru cavab B bəndi. Davam edək. Test 32. Newton bölünsün watt vurulsun saniye vur metr kvadrat ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Yenə kənarda yazıram. Newton bölünsün watt vurulsun saniye vurulsun metr kvadrat. Bu bərabər edər. Newtonu saxlayıram. Wattı Newton vurulsun metr böl saniye şeklinde yazarıq. Çünki xatırlayırsınızsa güc üçün belə bir ifadə yazmışdıq. N bərabərdir F vurulsun V. Yani watt bərabərdir Newton vurulsun metr böl saniye. Vurulsun saniye vurulsun metr kvadratı var. Bərabərdir. Newtonlar ixtisar gedər. Saniyeler ixtisar gedər. Bu da bərabər qalar 1 bölünsün metr kubu. Bu da bərabər edər. Yuxarıdakı testteki kimi konsentrasiyanın vahidinə. Bu da doğru cevap olar D bəndi. Davam edək. Növbəti test 33 nömrəli testdir. Watt vurulsun saniye vurulsun metr kvadrat bölünsün Newton ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Bu əslində yuxarıdakı testin tərsidir. Yuxarıdakı testdə Newton bölünsün watt vur saniye vur metr kvadrat var. Burada isə watt vur saniye vur metr kvadrat böl Newton var. Yuxarıdakı ifadədə 1 bölü metr kubu aldıqsa onda burada alarıq sadəcə metr kubu və yaxud da metr kubu bölünsün 1. Bu da əlbəttə ki həcmin vahididir. Onda doğru cavabımız olar Y bəndi. Bugünlük bu qədər. İnşallah növbəti dərsdə görüşərik. Sağ olun.